Mexaniki nəqliyyat vasitələri və onların qoşullarının təkrar qeydiyyata alınması və tələb olunan sənədlər. Kənd təsərrüfatı texnikanızın və qoşullarınızın təkrar dövlət qeydiyyatına alınması üçün hansı sənədlərin lazım olduğunu bilirsinizmi? Texnikanın mövcud qeydiyyat şəhadətnaməsi, alqı-satqı müqaviləsi, əgər texnika yeni sahibinə keçibsə, rüsum ödənişi haqqında qəbz, texnikanın əvvəlki dövlət qeydiyyat nişanı, mülkiyyətçinin ərizəsi, fiziki şəxs olduqda şəxsiyyəti təsdiq edən sənəd, hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarış, sahibliyi təsdiq edən sənəd və ya məhkəmənin qərarı. Müvafiq sənədlərlə yaşadığınız rayondakı dövlət aqrar inkişaf mərkəzlərinə müraciət edə bilərsiniz. Bir iş günü ərzində texnikanız qeydiyyata alınır. Təkrar qeydiyyat texnikanızın qanuni istifadəsi üçün zəruridir. Bu həm də sizin texnikanızın rəsmi reyestrdə daimi uçut alınması deməkdir. Qanunvericiliyin tələblərinə əməl edin. Texnikanızı vaxtında təkrar qeydiyyata alın.